Bugün sizə fizika haqqında danışmaq istəyirdim. Fizika mənim üçün stres mənbəyi idi. Nə fizikaya qulaq asırdım, nə də ki oxuyurdum. Çünki heç nə başa düşmürdüm və deyirdim ki, başa düşmürəmsə niyə oxuyum? Və bir gün Nərmin müəllimənin Instagram hesabına rastlaşdım. Və daxil oldum Instagram hesabına. Çox keçmədi ki, paylaşımlarına baxdım və çox keçmədi ki, mən qeydiyyatdan keçməyə qərar aldım. Qeydiyyatdan keçdim, dərslərinə qoşuldum. Dərslərə qoşulduğum ilk gündən bəri bunu anladım ki, əslində məsələ məndə deyilmiş. Yəni fizikanı oxumaq mümkünmüş. Məsələ bundan ibarət idi ki, mən düzgün müəllim seçimi edə bilməmişəm və daha həvəslə işləməyə başladım fizikanı. Halbuki bundan əvvəl düşünürdüm ki, fizikanı həvəslə işləmək mümkün deyil. Heç bir müəllim mənə fizikanı izah edə bilməz. Mən belə fikirlərimdə yanılmışam əslində. Və beləliklə mən fizikaya daha həvəslə yanaşmağa başladım. Fizikaya qarşı daha ciddi hazırlaşırdım. Əslində həvəsimin artmağının bir səbəbi də Nərmin müəllimənin uşaqlara olan səmimi, mehriban yanaşması, izahları sadə yolla başa salması və dərslərində olan ciddiliyi mənim həvəsimi daha da artırmışdı. Nərmin müəlliməmə çox təşəkkür edirəm. Və əlavə olaraq Nərmin müəllimə ilə işlədiyimə görə artıq bir addım öndə olduğumu daha yaxşı anlaya bilirəm.